Her zaman benim gözümün önünde onlarıydı. Ne kadar əzab çektiler, ne kadar əziyyət çektiler ama sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı. Ne kadar devletin gücü olsa, ne kadar silahı olsa, ne kadar düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir. O sinəsini qabağa verir. O ölümə gedir. Və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu şaddır. Biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi zəfər çalır. Biz 1-ci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik. Amma torpaqlar da getdi. İndi hər bir həlak olan insan əvəz olunmazdır. Ancaq 2-ci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirir. Və buna da nail oldu. Biz hər zaman bir də demək istəyirəm ki, onlara xoşda olmalıyıq. Gənc nəsildə daim bu ruhda tərbiyə almalıdır. Və onların qəhrəmanlığı unudulmazdır. Misli bərabəri yoxdur. Salam İşki Xəbər Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. Hal-hazırda çəkiliş qrupumuz Yardımlı rayondadır. Bəli, hörmətli tamaşaçılar, gördüyünüz kimi İşki Xəbər Info və Inform Xəbər TV öz ənənəsinə sadiq qalaraq bu dəfə də şəhid ailələri ilə görüşlər keçirdi. Onlardan reportajlar hazırlayıb. İndi də bugün bizim çəkiliş qrupumuz tank komandiri şəhid qizi Sahratov Cavid Əli Kömək oğlunun gördüyünüz kimi ailəsindəyik. Salamünaleyküm, xoş gördük sizi. Allah şəhidimizə rəhmət eləsin. Zəhmət olmasa Cavid haqqında bizə məlumat verərdiniz, şəhidimiz haqqında. Mən Sahratov Əli Kömək Sərdaroğlu, şəhidimiz Sahratov Cavid atasıyam. Cavid əvvəlcə məktəbi, orta məktəbi qutarandan sonra o gizirlik kursunu oxumaq üçün Bakıya 6 aylıq ezam olundu. Orada getdi, orada o təhsil aldı. Tank komandiri rütbəsini verdilər, gizir kimi Naxçıvan şəhərinə göndərildi. Naxçıvanın Qıvraq kəndində oldu. 5 il orada qulluq elədi. 5 ildən sonra orada da elə tank komandiri kimi qulluq elədi. 5 ildən sonra Güzdəyə göndərildi. Bakı şəhəri Güzdə qəsəbəsində 177 saylı hərbi hissədir. Orada da 10 il qulluq elədi tank komandiri kimi. Müharibə başlayanda bu erməni nankörların deyərək torpaqlarımızı işğal etdikdən sonra onların əsarətindən torpaqlarımızı, vətənimizi azad eləmək üçün 44 günlük müharibə başladı. Birinci gündən tank komandiri kimi o müharibədə döyüşlərə qatıldı. Ohanyan səngərlərini 16 gün darmadağın etdi. Hamı orada Cəbrayıl rayonunda döyüşlərdə, Füzuli rayonunda azadlıqları uğrunda döyüşlərdə iştirak elədi. Və 9-u oktyabr ayının 9-unda şəhid oldu. 2 oğlu, bir kızı var. İndi öz qəbristanlığımızda, kəndimizin Əsədabad kəndində qəbristanlığa tapşırıldı. Onun döyüş yolu haqqında yoldaşları, komandiri ağız dolusu danışırdılar. O elə eləyirmiş ki, cərgə düzülürmüşlər hücuma keçmək üçün. Hərbidə də hərbinin özünün qayda qanunları var. Deyirmiş komandir, mən qabağa gedim.
Nə üçün? Deyir, mənim övladlarım var, amma bunlar subay uşaqlardır. Qoy onlar getməsin, məndən sonra onlar getsinlər. Elə də eləyirmiş komandir. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Allah sizə də kömək olsun, minnətdaram sizə də. Gəlib bu şəhidləri çəkib, efirlərə verib tanıdırsınız. Onların zəhmətin çəkdiyinizə görə, o qədər yolu Bakıdan buraya gəlməyizə görə hər ikizə minnətdaram. Elə bilirəm mən bir balamı itirdim, amma milyonlar qazandım. Həmişə də mənə olan münasibətdən o balamın xatirinə sizin mənə qarşı elədiyiniz münasibətiniz mənim heç vaxt yadımdan çıxmaz. Mənim hörmətim özüm demək biraz yaxşı çıxmır deyə də bilmirəm, amma məcburam demək. Mən onsuz da rayonda həmişə hörmətlə tanınmışam. Amma etiraf edirəm, bu balamız şəhid olandan sonra 1-ə 1000 artıq o hörmət. Allah onu rəhmət eləsin, bütün şəhidlərimizi rəhmət eləsin. Bunu da mən xatirə kimi burada qurdum. Bir növü bu xatirə olmaq yaxşıdır. Balalarımız həmişə yadımızda qalır. Onsuz da o balalar bizim qəlbimizdən çıxa bilməz. Amma bir növü deyirəm, bu yaxşıdır ki, yadımızda qalır. Amma ikinci bir tərəfdən deyirəm, biz ata-analar hər gün eyni vəziyyət keçiririk. O qədər ağrı, acılar keçiririk. Bunu biz özümüz qəlbən bilirik. Deyir, o deyir, bir işi bilməyəndə, görməyəndə, başına gəlməyəndə o işin qədrini bilmirsən. Bu bizim başımıza gəlib, bunun ağrı, acıların biz elə bilirəm hamımızdan çox dərk edirik. Siz də ona qatılırsınız, o ağrı, acıları çəkirsiniz. Amma ata-ana tamam başqa şeydir. Mən deyərəm, Respublikada yeganə şəhid ailəsiyəm ki, evdə bunlar üçün maket qurmamışam, səhnə qurmamışam. Nəyə görə? O ananı nəzərdə saxlamışam. Biz kişilər heç olmasa 5 dəqiqə, 3 dəqiqə çıxırıq, ictimaiyyət arasında söz-söhbət edirik, danışırıq, gülürük və yaxud da bir yerə gedirik, başımız qatılır, yadımızdan çıxır deyə bilmərəm. Çıxmır. Amma heç olmasa o dərddən biraz uzaqlaşırıq. Amma analar 4 divar arasında əzab əziyyətlə qalır. Hər gün onu görsə, onu bağrı çatlayar. Ona görə mən kim məni qınasa da mən bunu qəbul eləmişəm. Qınıyardan nəsə də deyə bilər. Amma mən bunu qəbul edib o ananın xatirinə evdə qurmamışam. Allah sizi yenə də deyirəm, var eləsin. Sağ olun, minnətdaram. Biz onu da qeyd etmək istəyirik ki, bizim komandamız, yəni Güzki xəbər olaraq biz ən çox hər zaman şəhid ailələrinin, qazi ailələrinin, qazilərin yanındayıq. Çünki bizim rəhbərimiz Azər Xudayaroğlu da özü şəhid qardaşıdır, Gəncə şəhidi, Məhmud bacımın, yəni ona da səbir versin Allah. O yüzden o birinci növbədə hər zaman şəhidlərə önəm verir, şəhidlərin çəkilişinə önəm verir. Allah, o Xudayar müəllim dediniz. Azər Xudayaroğlu. Azər Xudayaroğlu. Allah ona da səbir versin. O da bizim tanımasaq da, bilməsək də qəm yoldaşımızdır, qəm qardaşımızdır. Allah onun o qalan balalarına, ailəsinə xoşbəxtlik versin, səbir versin. Qismət olar inşallah biz o yoldaşlarla görüşərik, salamlaşarıq, minnətdarlığımızı bildirərik. Teşekkür ederim. Birləşdirək. Gecə saat 12-dən sabah saat 6-ya qədər, 5-ə qədər burada mən qalırdım o əvvəllər ilk ilində. Burada maşın gələndə ağacın dalında dururdum. Ya adam səsi gələndə otururdum ki, məni görməsinlər. Hamısı bu şəhidlərlə danışırdım. Nə qədər bunlara söz deyirdim, mənə cavab vermirdilər. Amma diqqətlə özümə baxırdılar. Amma həm yerlimiz Mərdan Dadaşlı şairdi, o yazardı. O mənim qəlbimdən keçənləri qələmə alaraq aşağıdakı kimi səsləndirmişdim. Ondan sonra mən özümə rahatlıq tapa bilmirəm. O qədər ürəyim kövrəlir, o qədər ağlayıram, dəhşət. Deyir, bu necə dərd-ü bəladır, bu necə ağrı acı. Görmədim böylə acı, mən hələ bir kəsdə ol. O qədər səsləmişəm, ta ki nəfəsim tükənib. Nə olar, bircə dəfə sən də məni səslə ol.
Nə olsun ki bilirəm ölməyini, amma yenə gözlərim yolda qalıbdır, qulağım səsdə olur. Ömrünün cavan çağı soldu bütün arzuların, hər gələn gül gətirir, qəbrinə bir dəstə oğul. Taqətim olmasa bir gün ayağa durmaq üçün, sürünə-sürünə gələrəm məzarın üstə oğul. Rahat yat qurbanın olum, hər dərdi özüm çəkərəm, çəkərəm həsrətini, mən ürəyi xəstə oğul. Mərdan Dadaşlı bu şeiri mənə verəndən sonra biraz təskinlik tapmışam, ağlayıram, ürəyim sakitləşir. Bütün şəhid ata-analarına uzun ömür, can sağlığı arzulayıram, səbir diləyirəm onlara. Allah vermişdi, apardı. Amma onlara Allah tərif verdi. Onlar ən yüksək məqamda İmam Hüseyin əleyhissalamın yanındadılar. 5 yaşında onu mən başımda gətirdim bulaqda. Koymadım yerə, dedim ayağına tikan batar daşdı. Ama 39 yaşında ermənilər onu mənim əlimdə. Tabutu da başımda apardım, gittim. Yolda çattım onlara, dedim tabutu koy, başımda aparım. Deməli sağlığında da mən onu başımda gezdirdim, tabutunu da başımda apardım. Allah hoşu olsun, anam bak. Cavit. Çiğadı verim, mən elim onu həmişə də ixtiyar çıxarmışım, ama Cavit. Yerin orada olsun, bütün şəhidlərin Cavit də içində. Allah sizin də köməyiniz olsun, gəlib işıqlandırırsınız, prezident də sağ olsun. Neçə dəfə həmişə yad eləyib şəhidlərin hamısını Cavit də onların içində, sağ olun, Allah köməyiniz olsun. Ürəyim nə qədər mənim bu barələrdir ki, Cavit'i gəlib siz çəkiliş edirsiniz, ondan yada salıbsınız, sağ olun, Allah köməyiniz olsun, bütün şəhidlərin. Allah sizə kömək olsun, nə deyim. Prezidentimiz də sağ olsun, həmişə qayğısına qalıb uşaqların, onları heç atasının olmamağını bildirməyiblər onlara, sağ olsunlar, hamısı kim köməklik eləyib onlara, Allah hamısına kömək olsun. Allah can sağlığı versin hamısına, siz də içində sağ olun, nə deyim, Cavit haqqında çox söz demək olur, amma nə deyim. Sağ olun ana, Allah rəhmət eləsin, şəhidlərimizə sizin gözləriniz olsun. Mənim kimi sevdiyim sizə Cavit balamız haqqında deyərdik. Cavit balamız orta məktəbi qutarıb hərbiyə getdi. Hərbi vəzifə borcunu yerinə yetirib gələndən sonra əsgərlikdən. Sonra Bakıda gizirlik oxuyub tank komandiri rütbəsini aldı. Naxçıvan şəhərinə getdi. Göndərdilər ora. Orada 5 il qulluq elədi tank komandiri kimi. Sonra Bakı şəhərinin Güzdək qəsəbəsində tank hərbi hissəsinə qulluq eləməyə başladı. 10 il orada qulluq elədi. Oradan 10 il qulluq eləyəndən sonra 44 günlük müharibə başladı. İlk gündən müharibəyə qoşulurlar tank briqadası kimi. 16 gün döyüşdü. Oktyabrın 9-unda Füzulinin, Cəbrayılın azadlığı uğrunda döyüşlərdə iştirak elədi. Erməni işğalçılarının 30 ildə yaratdıqları o Ohanyan səngərlərini darmadağın eləyib onları çöktürdülər. Bizim əsgərlərimiz də o sırada əsgərlərimizlə qabağa yeriyə bildi. Ora çox alınmaz bir qalaya döndərmişdilər. Şəhid olduqdan sonra ona dövlətimiz öz rayonumuzda gətirdik, dəfn elədik. Dövlətimiz ona lazım olan bütün qayğıları icra elədi, yerinə yetirdi. Ona əsgərlikdə, hərbidə qulluq elədiyinə görə layiq olduğu orden medalları hamısını verdi, təltif elədi. İlham Əliyev cənabları bizim rəhbərimiz, bizim böyücümüz, haqlı olaraq deyil, dəmir yumruq. Bizim balalarımız o yadilli işğalçıların başına o dəmir yumruqla elə vurdu bir dəfəlik. Onlar bizdən uzaqlaşdılar. İndi biz
bütün dövlətlər arasında, xalqlar arasında sevinə-sevinə öz ürək sözlərimizi deyə bilirik. Alnımızda olan o damğanı şəhid balalarımız, qazilərimiz, veteranlarımız, mərd ordumuz hamımızın bizim alnımızdan sildi. Bütün torpaqlarımızı işğaldan azad etdilər. Allah ölənlərə rəhmət eləsin. Qalan qazi balalarımıza, veteran balalarımıza da uzun ömür, can sağlığı versin. Sizə də minnətdarım ki, Bakıdan buraya qədər zəhmət çəkib gəlib, bizim balalarımızı işıqlandırıb, respublikada, dünyada, xalqlar arasında tanıtdırırsınız. Allah köməyiniz olsun, minnətdarlığımı bildirirəm. Sağ olun. Yusuf çok isterdi Cavit. Hamısının, uşaqların hamısını çok isterdi. Yusuf onların hamısından çok isterdi. Yusuf'a diri uşaqlar zarafata sözlendi. Uşağa ne için sözlerdir? Yusuf ağladı. Ama doyunca görmedi balaları. Erməniləri bolu kurusun bala. Sizin kimi güzel cesur oğullar yavru yapardı bizim elimizde. Vətən uğrunda Cavit vətənpərvər oğuldu. Vətən yolunda canı verdi o. Həmişə elə çöllərdə, balkonda, örüşlərdə oldu. Canını da örüşlərdə tapşırdı Cavit. Anam, bana Cavit. Balalar. Mən Əhzadə Xədicə Əsər qızıyam. Şəhidin bacısı qızıyam. Buyurun. Şəhidlər ölmür ki, qələbədə yaşar. Ruhuna hörmət olmaq üçün ey şəhid anası ağlama nə olar? Sil göz yaşlarını, başına deşir. Sən elə qəhrəman böyütmüsən ki, millətin fəxr edir oğlunla ana. Vətən üçün canından keçən igidlər torpağa bəxş edib Azərbaycana. Mən dövlət başçımız İlham Əliyevin bizə göstərdiyi qayğı ilə yanaşı, onu da qeyd etmək istəyirəm ki, Allah o İlham Əliyevə kömək olsun ki, bizə Ayaz Əskərov kimi bir başçı göndərdi. İnanırsan, Ayaz Əskərov müəllim mənə qardaş deyir, mən də ona qardaş deyirəm, etiraf edirəm bunu. Rayon da bilir onu, hamı bilir. Onun mənə qarşı, mənim ailəmə qarşı, balalarıma qarşı nə qədər həssas olduğu, bizim qulluğumuzda nə qədər durduğu, bizim çatışmayan işlərimizi hamısını həll eləməyinə görə mən Ayaz müəllimə ailəm adından, öz adımdan çox minnətdarlıq edirəm. İnanırsan, mən bir şey deyəcəyim. Bu, bizə qarşı olan münasibətində ailəmizdə nə çatışmırsa, məni görməmiş elə bil ki, o mənim qəlbimi oxuyur, mənə göndərir onu. Mənə onu verir. Nə lazımdırsa. Hər bir özü çağırır arada, deyir nəyə ehtiyacın var qağa. Nə ehtiyacın olsa, xəstəliyə aid, evdə, ailədə çatışmayan işlərə aid nə varsa, hamısını mənim üçün o həll edir. Ona minnətdaram. O mənim qardaşımdır. Allah bizim qardaşlığımızı ayırmasın. Hörmətli tamaşaçılar, gördüyünüz kimi bir şəhid evini də biz ziyarət elədik. Onlarla tanış olduq. Şəhidimiz haqqında məlumatlarımız genişləndi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. 102 Xəbər Info və Inform Xəbər TV-nin baş direktoru Azər Xudayaroğlu, müxbir Şəlalə Cəfər qızı, informator Adil Həbiboğlu, yardımlı